Fərman müəllim, Dərələzin Qızılgül kəndi ilə bağlı xatirələrinizi danışdınız. Bir də 1988-ci ildə siz qeyd elədiniz və ya danışanda neçənci ildə çıxmısınız? Mən çıxmışam 83-cü ildə. 83-cü ildə gəlmiş Bakıya. Valideynlər orada qalmışdı. Valideynlərimiz qalmışdı orada 83-cü ildə. Kənd hamısı yerində olmaq. 83. Qardaşın, bacından kim qalmışdı? Adlarını bir dənə deyərdin, zəhmət olmaz. Elman əsgərlikdəydi o vaxt. Elman əsgərlikdəydi. Abbasla Salman kənddə qalmışdı. Atamgillə bacım qalmışdı orada. Sonra mən çıxdım, gəldim Bakıya. Gəldim Bakıda Qobustanda biraz həkim işlədim. Sonra Mərdəkanda ikinci həkim işlədim. Sonra da evə görə gəldim. Bu qaça-qaçlıqla zatla nə xatirələriniz onunla bağlı yadınızda qalanlardan deyil. Erməni evində kvartirada qalırdıq, böyük ev idi. Demək, 88-ci ildə cəmaət gəlmişdi Qovşuqdan, Allah rəhmət eləsin, Məhəmməd, Qasımoğlu, bizim kənddən, nazirlər gəlmişdilər. Onlar hamısı qalırdı bizdə. Sonra qayıdıb getdilər. Axırıncı dəfə neçənci ildə getdiniz? Axırıncı dəfə Məhəmməd rəhmətə gedəndə yoldaşımla və əslində getdik onun yerinə. Allah rəhmət eləsin. Getdik üstünə yerinə. Orada da vəziyyət yaxşı deyil. Qarışmışdı ermənilərlə müsəlmanlar, Azərbaycanlılar arasında. Tərsdən də elə bir uşağımız vardı, ondan tutdu, saxladı yanında. Sonra biz gəldik Bakıya, bir ay keçməmişdi, zəng elədik ki, vəziyyət pisdir, gəl uşaqlar cavabır. Mən buradan böyük bir çətinliklə getdim, 8 dənə uşaq gətirdim kənddən. Qardaşım İlmanın uşağı. Qızılgüldən. Hə, uşağım. Yazıb gətirdim Bakıya. Rəhmətli Telman dayı neçənci ildə çıxartdınız onda? 88-ci ildə pay çıxdılar. Kəlbəcərdən gəldilər. Hə, Kəlbəcər yolu gəldilər. Kəlbəcər yolu, Qırxbulaq Kəlbəcər yolu gəldi. Onda 1988-in hansı ayına düşürdü? Payız idi. Payız ayları idi. Vəziyyət qarışmışdı orada. Vəziyyət qarışmış, təmiz ermənilər hücum edirdi kəndə. Mənim hələ yadımdadır, mən ora gedəndə. Ermənilər dedilər, hücum edirlər, maşınlarla Əl-Əzin, Qovşuğun cəmaatını daşıyırdılar bizim kəndəki. Təhlükəsizliyə görə. Təhlükəsizliyə görə. Əli silah tutanlar da silahlar Əl-Əz kəndinə gedib, orada mühasirədə iştirak edirdilər. Belə, çox çətin. Elman müəllim, siz də özünüz haqqında, Elman müəllim də... Mən də 1960-cı ildə Qızılgül kəndində anadan olmuşam. 8 illik məktəbi kəndimizdə, sonra 2 il orta məktəbi Qovşuqda bitirmişəm. Belə. Yəni, Qızılgüllə bağlı, Qovşuqla bağlı sizin hansı bir xatirələr yadlarınızda qalır? Qızılgül bütün götürsə Dərələz mahalı ilə cənnət idi. Hansı kəndə baxırdın cənnət idi. Hamısı bir-birindən suları, havası, hər bir şey cənnət idi. İnsanlar insanı idi. Hörmət orada qeyd elədiniz ki, qədim Alban kilsələri olubdu. Bəli, bizim kəndin ortasındaydı Alban kilsəsi. Onlar erməni özlərinə çıxırdı, amma Alban kilsəsi idi. Alban kilsəsi idi, ermənilər onu oxuya bilmirdi yazsın. Alban kilsəsini. Sədr müəllim, Hüdazat müəllim Yerevandan gəlmişlər, mənim yadımdadır bu gün kimi. Onlara sübut elədilər ki, bu sizin kilsə deyildi, bu Alban kilsəsi. Orada tarixi abidələrdə yadınızdan nələr qalıbdı? Bizdə çoxlu kahalar var idi. Yox, indi o kahalar tarixi abidə deyildi. Bir dənə o kilsədə Alban kilsəsi idi. Yadınızda gördüyünüz o bir dənə o tarixi abidə olaraq Alban kilsəsi. Qovşuqda sizdə var idi, Hostunun üstündə. Əl-Əz kəndində var idi, o yuxarıda.
Bunlar hamısı Alban kişisi. Yox, ümumiyyətlə o Dərələzdə götürək də Qovuşuq olsun, Qızılgül, Qalaseyir, Qabaqlı və gəzdikləriniz yerlərdə ümumiyyətlə hansı tarixi abidələr görmüşdünüz? İlman bəy, siz də... Mən deyim, İlman bəy şey adına gəlmez, bizdə Təzəhli yaylağına diş yol deyilir. Oradan çıxanda davallar deyilir, düvəklər deyilir. Orada daşların üstlərində belə qoz şəkilləri, Türk mənşəli, belə simvollar, zatlar var idi. Belə şəkillər var idi, bəli. Yadıma gəldi. Ən çox, yəni gördüyünüz, xatırladığınız. Ən çox gördüyümüz xatıram odur. Amma erməni xası bizdə yox idi. Bir dənə o kilsədə idi. O da erməni deyildi, Alban kilsəsi idi. Ermənilər bugünkü gündə də dəyərli Dərələz TV izləyiciləri bir çox tarixi abidələri özlərinə çıxırlar. Dərələz mahalında yaşayıb, boya başa çatmış insanlardır ki, özləri haqqında və ora ilə bağlı danışdılar, xatirələrini bölüşdülər. Qərbi Azərbaycanın tarixi abidələri çox zəngindir. Bugünkü gündə Cənab Prezidentimizin dəstəyi ilə Qərbi Azərbaycan icması formalaşdırılıb və Qərbi Azərbaycan icması bugün bütün Qərbi Azərbaycanlıları öz ətrafında birləşdiribdir və o da tarixi baba yurtlarımız, dədə-baba yurtlarımızı heç bir zaman unutmamalıyıq. İlman bəy, sizin neçənci ildə oranı tərk etdiniz? Siz məncə əvvəl çıxmısınız. Yəni 1981-ci ildə oradan çıxmışam. Yəni orta məktəbi qutarandan sonra çıxmışam oradan. Sonra əsgərliyə getmişəm. Gəlib Sumqayıtda məskunlaşmısınız. Bəli, mən gəlib Sumqayıtda məskunlaşmışam. Çox sağ olun, təşəkkür edirik, bilgilərinizi bölüşdünüz. Dəyərli Dərələz TV izləyiciləri, biz bunları ondan ötəri çəkilişlərini edirik ki, gələcək nəsillərə Qərbi Azərbaycan kökənli, Qərbi Azərbaycanda doğulub boya başa çatmış insanları hər bir zaman o xatirə olaraq yaddaşlarda qalması üçün və tarixi heç vaxt unutmaq olmaz. Ora bizim dədə-baba yurdumuz olub, Dərələz mahalı. Dərələz mahalı çox zəngin və çox böyük bir əraziyə sahib olan bir mahallıq olub. O baxımdan da biz ümumi Dərələzliləri çəkilişini edərək yayımlayacağıq ki, hər kəs görsün ki, Dərələz mahalından ziyalılar, dəyərli ziyalılar çox çıxıbdır. Ora tarix heç vaxt unudulmur.